Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama görə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə bugünədək 169 qadın taksi sürücülüyü üçün imtahan verərək şəhadətnamə alıb. Onlardan 111-i hazırda fəaliyyət göstərir. Qurumdan həmçinin bildirilib ki, yaxın vaxtlarda ilk qadın avtobus sürücüləri də sükan arxasına keçəcəklər. Bakı metrosunda ölüm faktı qeydə alınıb. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Bugün saat 18:30 radələrində Nərimanov stasiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib. Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb. İlkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Pensiya yaşının artırılması müzakirə olunmur. Bu ödənişlərlə bağlı hər hansı bir çətinlik yoxdur. Pensiya sistemi dayanıqlıdır və mövcud gəlirlər pensiya ödənişləri həyata keçirməyə imkan yaradır. Bu sözləri Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış hesabatda pensiya ödənişləri ilə orta ömür müddəti arasında fərq müqayisə olunub. Hazırda pensiya sistemi dayanıqlıdır və mövcud gəlirlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütövlükdə xərcləri qarşılamaq və pensiya ödənişlərini həyata keçirməyə imkan yaradır. Ona görə pensiya yaşının artırılması müzakirə mövzusu deyil. Bununla bağlı hər hansı bir layihə təqdim olunmayıb. Oktyabrın 23-də ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhər ətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 10-14, gündüz 19-23 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.